Salam mükəmməlim. Azərbaycan iqtisadiyyatının durumu hər bir vətəndaşımızı düşündürən məsələdir. Bundan bizim gəlirlərimiz, iş yerlərimiz, gündəlik həyatımız və gələcək planlarımız asılıdır. Və bu mövzuda İctimai Televiziya və Azərtac Dövlət İnformasiya Agentliyinə müsahibəyə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Etiraz eləmirsinizsə, iqtisadi siyasətimizin prioritetlərindən başlayaq. Azərbaycan çox böyük həcmdə strateji valyuta ehtiyatına malikdir və çox aşağı xarici borc səviyyəmiz var. Bu da bizə bir xarici təsirlərdən, şoklardan bir immunitet verir, dayanıqlıq verir. Digər tərəfdən isə istifadə olunmamış inkişaf potensialımız da var. Bu iqtisadi yanaşma orta və uzun müddətli perspektivdə nələri vəd edir? Sualı biz hardan gəlirik və hara gedirik kimi cavablandırmaq istərdim və düşünürəm ki, biz hədəflərimiz barədə danışarkən ilk növbədə sualı formalaşdırırıq ki, biz ölkə iqtisadiyyatını necə görmək istəyirik və bu sualın cavabı da ondan ibarətdir ki, biz ölkə iqtisadiyyatını möhkəm maliyyə növrəsinə əsaslandırılmış, digər tərəfdən şaxələndirilmiş, yəni hər hansı bir təbii sərvətin, bizim halda bu neft qazdır, yaxud hər hansı bir sektorun üzərində deyil, bir sıra sağlam bir növrəyə malik iqtisadi sektorların mövcudluğunda. Digər tərəfdən biz iqtisadçı baxışından və yaxud dövlət siyasətini həyata keçirən struktur gözü baxışından vətəndaş gözü ilə baxsaq, yəqin ki, hər bir vətəndaş üçün ən vacib olan amil iqtisadiyyatın yeni iş yerlərinin yaradılması potensialıdır və burada bəlli səviyyədə bilik və bacarıq tələb edən və layiqətli həyat üçün yol açan iqtisadi imkanlardan. Təbii olaraq burada növbəti sual ondan ibarətdir ki, buna necə nail olmalıyıq və ona görə biz bir çox hallarda qeyri-neft sektorunun inkişafı barədə prioritet kimi danışırıq, amma təbiidir ki, prioritetlərin müəyyənləşdirilməsi, yəni hər bir sahə prioritet ola bilməz. Biz aydın şəkildə öz güclü və zəif tərəflərimizi, o cümlədən vaxt amilini təhlil edərək ölkə iqtisadiyyatında prioritet istər sənaye, istər xidmət sahəsində prioritet sektorların yaradılmasına əsas tuturuq. Bizim imkanlarımız nədir, məhdudiyyətlərimiz nədir? İmkanlarımıza siz toxundunuz. Möhtərəm cənab prezident tərəfindən uğurlu həyata keçirilən illər ərzində siyasətin nəticəsində Azərbaycanın möhkəm makroiqtisadi və makrofiskal dayanıqlığı təmin edilibdir. Bəli, bizim valyuta və qızıl ehtiyatlarımız bugünkü gündə ölkənin ümumdaxili məhsulunu üstələyən bir həcmdədir. Son illərin dinamikası onu göstərir ki, bütün xarici şoklara, böhranlara baxmayaraq bu mənada ölkənin xarici borcu azalma tendensiyasındadır və ölkənin ehtiyatları artır. Bu bizim ümumi mənzərəmizdir. Digər tərəfdən böyük mənada daxili bazarımızın həcmi, bu da bizim məhdudiyyətimizdir. Başqa sözlə, uğurlu və dayanıqlı iqtisadi model yalnız daxili bazara köklənən model ola bilməz, olmamalıdır. Burada mütləq şəkildə ixrac yönümlü iqtisadi modeldən danışmalıyıq. Və ixrac yönümlülük yalnız fiziki mal, məhsul istehsalı və ixracı ilə məhdudlaşmamalıdır. Bu cümlədən ölkə daxilində göstərilən xidmətlərin ixrac yönümlü olması mənasına da gələ bilər. Bunun gözəl nümunəsi turizm sektorudur, misal üçün, və yaxud maliyyə və yaxud digər peşəkar xidmətlər sektorudur. Harada ki, mal və məhsul istehsalı deyil, xidmət göstərilməklə ölkəyə həmin xarici valyuta axınını və yaxud sadə dillə desək, gəlirin təmin edilməsi həyata keçirilir. Və təbii olaraq və düşünürəm ki, biz bu barədə danışacağıq. Bu hədəflərə nail olmaq üçün bir sıra elementlər, yəni dövlət siyasətinin aydın və sabit olması, investisiyaların həm dövlət, həm özəl, insan kapitalı və bacarıqları, çünki istənilən iqtisadiyyatın rəqabətli qiymətə və keyfiyyətə malik olan məhsulların, xidmətlərin istehsal etməsi bacarığı ilə ölçülür və xüsusilə o sahələrdə ki, harada ki bizim yenə də neft qaz sahəsi kimi ənənələrimiz, dərin ekspertizamız olmadığı sahələr bu birmənalı və birbaşa
olaraq vətəndaşlarımızın, şirkətlərimizin, iqtisadi aktorlarımızın know-how, texnologiya və ya bilik və bacarıq mənasına bağlanır. Mükəmməl. Ümumi daxili məhsulda qeyri-neft qaz sektorundan hansı istiqamətləri, hansı sahələri üstünlük təşkil edir hal-hazırda? Siz qeyd etdiniz qeyri-neft qaz sektoru və prioritet sahələr məsələsində iqtisadi inkişafın davamlılığını qorumaq üçün ənənəvi sahələrlə hansı digər istiqamətləri gücləndirməyə ehtiyac var və bu istiqamətdə investisiyalar hansı rol oynaya bilər? Yenə də böyük mənzərədən başlasaq, biz başlanğıc nöqtəmizə və bugün olduğumuz vəziyyətə nəzər salmağımızda fayda olardır. Biz əgər 2025-ci ildə iqtisadiyyatımızın strukturuna, ümumdaxili məhsulun strukturuna nəzər saldıqda biz görürük ki, 71%-dən çox, 71,5% ölkəmizin iqtisadiyyatı qeyri-neft sektorudur. Yəni neft qaz sektoruna düşən pay 30%-in altındadır. Biz 20 il əvvəlki bir dövrə nəzər salsaq, bu rəqəm 45%-ə çatmırdı. 43,5, 43,6% civarındaydı. Bu bir tərəfdən keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət, ona baxmayaraq ki, həmin bu qeyd etdiyim 20 illikdə xatırlayırsınız ki, ölkədə kifayət qədər böyük və yaqın ki, bizim müasir iqtisadi tariximizdə dərin devalvasiya şoku yaşanılmışdır. Bütün buna baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib. Lakin bugün o bizi qane edən səviyyədədirmi? Deyil. Və ona görə də burada hansı sahələri biz aparıcı və prioritet sahələr kimi görürük, ana sual kimi ortaya çıxır. Burada düşünürəm ki, biraz öncə qeyd etdiyim prioritet sahələrin müəyyənləşdirilməsi prosesi getdikdə və bu inklüziv bir prosesdir. Başqa sözlə, bu nazirlik səviyyəsində deyil, vahid hökumət koordinasiya şəklində həyata keçirilmiş fəaliyyətdə, o cümlədən iqtisadi şura mexanizmi vasitəsilə formalaşır və həyata keçirilir və ölkəmizdə bir sıra sahələrin biz bugün prioritet sahələr kimi görürük və dövlətin istər institusional dəstək mexanizmlərini, istər diqqətini və sahibkarlara yönəlmiş təşviqini daha çox çalışırıq bu sahələrə yönəldək. Burada mən qeyri-neft sənayesini ilk növbədə qeyd edərdim. Çünki sir deyil ki, istənilən ölkənin sənaye potensialı onun bu mənada iqtisadi dayanıqlığını təmin edir və Azərbaycana gəldikdə bizim bir sıra üstünlüklərimiz var. Onların əksəriyyəti həmin o üstünlüklərin bir çox sektorlara aid ola bilər, lakin sənayenin özəlliyi ondan ibarətdir ki, ticarətdən fərqli olaraq bu daha uzun müddətli baxış tələb eləyir. Çünki qoyulan sərmayələrin qaytarılması prosesi daha uzundur. Bilik, bacarıq, texnologiya, mühəndislik, məhsul istehsalı, məhsul marketinq edib bazara çıxartmaq imkanı, yəni özündə əgər belə demək olarsa insan kapitalına və know-how-ya bağlı olan sahələri inkişaf elətdirir. Azərbaycanın üstünlüklərinə gəldikdə burada siyasi sabitlik, makroiqtisadi, makrofiskal sabitlik elementləri, çox münasib sənaye üçün münasib olan enerji qiymətləri, infrastruktur təminatı kimi amillər bugünkü gündə Azərbaycanın üstün tərəflərini təşkil edir. Qeyri-neft qaz sənayesinə əlavə olaraq biz dağ mədən sektorunun inkişafında böyük potensial görürük. Bunun həm təbii, amma həm də tarixi səbəbləri var. Təbii onlardan qaynaqlanır ki, ölkəmiz dağ mədən sahəsində vacib olan geoloji ehtiyatlarla zəngindir. Tarixi dedikdə mən onu nəzərdə tuturam ki, bizim böyük zəfərimizdən öncə Azərbaycan Respublikasının yalnız cüzi həcmdə geoloji ehtiyatlarımıza çıxışımız var idi. Çünki bizim əksər geoloji ehtiyatlarımız dağ mədən sahəsi üçün, o cümlədən qızıl, mis, gümüş, ola bilsin ki, kritik minerallar əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir və bugün artıq biz o sahənin artıq bugün qısa müddət keçməsinə baxmayaraq verdiyi nəticələri görürük. Biz çox nikbini
bu sahədə və onu da xatırladım ki, möhtərəm cənab prezidentin aprel ayında verilmiş müvafiq sərəncamına əsasən hal-hazırda dağ mədən sənayesinin inkişafı üzrə və metallurgiyanın, çünki bunlar bir-biri ilə bağlı olan sahələrdir, dövlət proqram layihəsi hazırlanması yekun mərhələdədir. Həmçinin mən burada kimya sənayesini qeyd etmək istərdim. Bunun əsas verilənlər ondan ibarətdir ki, ölkədə zəngin xammal artıqlığı var. Bu da bizim təbii neft və qaz sektorunun fəaliyyətindən irəli gəlir və bir sıra yüksək dəyər yarada bilən sahələrdə, yəni bu polietilen, polimerlər, polipropilen və bir sıra yan xam məhsulları üçün zəngin bazamız var və mövcuddur. Kənd təsərrüfatını yəqin ki, qeyd etməmək olmaz. Bu həm bizim üçün ənənəvi fəaliyyət növü, qeyd etdiyimiz kimi bilik və bacarıqlar, o cümlədən qeyri-neft ixracında çox mühüm pozisiyalara malik olan bir sahədir və digər tərəfdən möhtərəm cənab prezidentin bu yaxınlarda imzaladığı müvafiq dövlət proqramına əsasən də bura həm dövlət tərəfindən zəruri olan tənzimlənmə, kapital qoyuluşu, infrastruktur, amma həmçinin də özəl sektorun sərmayələri hesabına biz Azərbaycanın münbit iqlim şəraitindən, coğrafi yerləşməsindən və mövcud olan ticarət sazişlərimizdən və düşünürəm ki, biz ticarət sazişləri mövzusuna toxunacağıq. Bu bizim üçün prioritet sahə kimi görünür. Xidmətlər sektoruna, xidmətlər sahəsinə gəldikdə burada nəqliyyat, logistika ölkəmiz sir deyil ki, nəqliyyat qovşağına çevrilibdir. Bu öz-özlüyündə böyük nailiyyətdir. Ona görə ki, bizim təbii yerləşməmiz, açıq dənizə çıxışımız olmaması və eyni zamanda ölkəmizin bugün nəqliyyat qovşağına istər orta dəhliz çərçivəsində, istər şimal-cənub öz-özlüyündə baş verməyibdir. Bu sahədə həyata keçirilən uzun müddətli siyasətin nəticəsidir və buradan irəli gələn bir çox potensial dəyər hələ də reallaşmayıbdır. Turizmi mən artıq qeyd etdim. Düşünürəm ki, bu sahədə də detallara getmədən, lakin onu qeyd edə bilərəm ki, Ali rəhbərliyin müvafiq tapşırığına əsasən bir sıra dövlət qurumları tərəfindən bu sahənin inkişafı üçün hansı bariyerlər var, ölkəmizə turistlərin sayının artırılmasından başlayaraq ölkə daxili turizm infrastrukturunun inkişafına qədər məsələləri əhatə edən bir yanaşma mövcuddur. Və iki sektoru isə mən sektor kimi deyil, daha çox fundamental şərt kimi qeyd edərdim. Bunlardan biri rəqəmsallaşma, müvafiq olaraq İKT və data mərkəzləri ilə bağlı olan, çünki artıq biz rəqəmsallaşmaya iqtisadiyyatın ayrı bir sektoru kimi deyil, daha çox uğurlu iqtisadi fəaliyyətin zəruri bir şərti kimi görürük. Və digəri təbii olaraq enerjidir. Və mən xüsusi olaraq neft, qaz deyil, enerji şəklində bunu vurğulayıram. Çünki bu da demək olar ki, bütün iqtisadi sahələrdə zəruri şərtlərdən biridir və bu nöqteyi nəzərdən bu sahələrində prioritet sahələrə biz aid edirik. Mükəmməm, siz toxundunuz qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafı mövzusuna. Rəqəmlər doğrudan da kifayət qədər yüksəkdir və eyni zamanda danışdınız ki, bu məhsulların ölkəyə valyuta gətirilməsi məsələsindən ixrac potensialı. Biz nəyi daha çox ixrac etmək istəyirik? Biz nəyi hara daha çox ixrac etmək istəyirik və hökumətdə, dövlətdə belə bir nöqtə varmı ki, biz onu deyə bilərik sıçrayış nöqtəsi. Tutalım ki, bu nöqtəyə çatdıq, bu artıq o deməkdir ki, bizdə müəyyən bir səviyyə keçildi. Yaxşı sualdır, mürəkkəb sualdır. Biz ixraca baxdıqda hər zaman çalışırıq ayrıca olaraq qeyri-neft qaz məhsulların ixracına baxaq. Çünki neft-qaz məhsullarına gəldikdə burada əgər belə demək olarsa şərtlər kifayət qədər bəllidir və şəffafdır. Yəni ixrac edilə bilən həcm və onun dünya bazarlarında formalaşan qiyməti. Hər iki amilə iqtisadi siyasət alətləri ilə təsir etmək imkanlarımız kifayət qədər məhduddur. Qeyri-neft məhsullarının ixracına gəldikdə bu birbaşa olaraq dövlətin müvafiq tətbiq etdiyi iqtisadi siyasət onun dəstək alətləri ilə təsir edilə bilən bir amildir. Üçüncü bir blok da var. O bir çox hallarda
o cümlədən iqtisadi diskussiyalarda bəzi hallarda unudulur. Bu da xidmətlərin ixracıdır. Əslində olaraq bu kifayət qədər böyük bir elementdir. Mən bunun artıq bəzi nümunələrini verdim. Turizmdir, peşəkar xidmətlərdir və s. Və biz dinamikaya baxdıqda, məsəl üçün ölkə son 6 il ərzində qeyri-neft ixracını təxminən 2 dəfə artırmağa nail olubdur. Bu ildə də o artım dinamikası davam edir. İlin 4 ay ərzində qeyri-neft ixracının həcmi 17%-dan çox artıbdır. Bu kifayət qədər yüksək sürətdir. Burada biz həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni nədən ibarətdir, hansı məhsullardan ibarətdir məsələsinə hər zaman fokuslaşırıq. Qeyd etdiyim kimi, ölkənin iqtisadi dayanıqlığı bizim hədəfimiz həmin o məhsulların çeşidinin artırılmasından qaynaqlanır və məhsulların çeşidinin artırılması ilə yanaşı coğrafiyanın, ixrac coğrafiyanın genişləndirilməsi məsələsi. Sir deyil ki, dünya ticarətində və xüsusilə qeyri-neft ixrac məhsullarına gəldikdə bütün ölkələr tarif bariyerlərini tətbiq edir və ona görə bizim əksər satışlarımız azad ticarət sazişi olan ölkələrlə və ya preferensial ticarət sazişi olan ölkələrlə həyata keçirilir. Çünki azad ticarət sazişi olan ölkələrlə ticarətdə biz onlara idxal tarifi tətbiq etmirik, onlar da bizə. Bugün biz nəzər salsaq, bizim azad ticarət sazişlərimiz yalnız mövcud postsovet məkanı ölkələri ilə mövcuddur. Bu da bizim qeyri-neft ixracımızın coğrafiyasının müəyyən mənada imkanıdır, amma digər tərəfdən məhdudlaşdırıcı bir amildir və müvafiq olaraq biz preferensial ticarət sazişləri vasitəsilə bu coğrafiyanın genişləndirilməsinə prioritet veririk. Bugünkü gündə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan kimi dövlətlərlə artıq preferensial ticarət sazişləri çərçivəsində bir sıra məhsullara görə belə bir dinamika var və biz həmin ölkələrə qeyri-neft ixrac həcmlərinin artırılmasını müşahidə edirik. İkinci element bağlıdır ölkənin istehsal edə biləcəyi və rəqabətli şəkildə istehsal edə biləcəyi məhsullarla və bu sizin öncəki sualınızda səsləndirdiyiniz investorlar və investisiyalar məsələsinə, ən az onun bir hissəsinə. Çünki investisiyalar dedikdə biz adətən bir qayda olaraq özəl və xüsusilə də birbaşa xarici investorlar nəzərdə tuturuq. Həqiqət ondan ibarətdir ki, burada bizim kontekstdə dövlət çox böyük investordur. Amma özəl investorlara gəldikdə biz nəyə görə özəl investisiyaları təşviq etmək çox vacib hesab edirik? Ona görə ki, onlar özləri ilə yalnız kapital deyil, kapitala gəldikdə Azərbaycanın bugün toxunduğumuz imkanlarından çıxış edərək kifayət qədər kapitalımız var. Lakin əsasən bilik və bacarıqlar, yəni ölkəmizdə bugün ya istehsal olunmayan məhsulların istehsalının həyata keçirilməsi, yaxud istehsal edilən məhsulların daha məhsuldarlığın artırılması hesabına, yeni texnologiyaların tətbiqi hesabına mayə dəyərinin aşağı salması, yəni bu kimi elementlər. Burada rastlaşdığımız çağırışlar var təbii olaraq, çünki yenə də imkanlar və çağırışlar. İmkanlar ondan ibarətdir ki, ölkəmizdə müvafiq biznes mühiti, qanunvericilik və ən əsası ölkənin investorlarla münasibətdə tarixi və nüfuzu var və bu da ilk növbədə bizim əsrin müqaviləsindən irəli gələn nəhəng enerji sahəsində fəaliyyət göstərən şirkətlərlə olan tarixçəmizdir. Azərbaycan bütün imza atdığı sazişlərə hər zaman sadiq olaraq qalıbdır. Bəzi çağırışlarımız da var. Çağırışların biri yenə də ölkədə olan daxili bazarın həcmi, müəyyən mənada məhdudluğu. Ona görə biz əmin olmalıyıq ki, ölkəmizin yalnız daxili bazarında deyil, amma ölkədə yerləşərkən həmçinin xarici bazarlara da, ixrac bazarlarına da çıxış əldə edə bilir. Digərsə maliyyə əlçatanlığı məsələsidir. Çünki yenə də biz bir qayda olaraq investisiya sözü dedikdə biz nəzərdə tuturuq ki, xarici investor müəssisə özü ilə həmçinin kapitalın 100%-ni də ölkəyə gətirir. Bu belə deyil. Əslində olaraq praktik ondan ibarətdir ki, kapital qoyuluşu, səhmdarın özünün qoyduğu pulu yalnız bütöv sərmayənin müəyyən bir hissəsini təşkil edir. Təxminən 30% ilə 40-50% arasında olan bir məbləğdir. Yerdə qalan maliyyə isə daxili maliyyə bazarlarında kritik şəklində cəlb edilir və onun hesabına
həmin sərmayələrin həyata keçirilməsi və burada təbii olaraq maliyyə çatanlığı, yəni xüsusilə sənaye sektorundan danışırıqsa, uzun müddətli kreditlərin mövcudluğu, onların müvafiq faiz dərəcələri aparıcı amillərə çevrilir və bu nöqteyi nəzərdən biz hər zaman ixrac potensialımızın artırılması, özəl investisiyaların cəlb edilməsi potensialı ilə tutuşdururuq və ona görə də bu bizim üçün əsas vacib amillərdən biridir. O dinamikanı hər zaman izləyirik. Xoş xəbər ondan ibarətdir ki, özəl sərmayələrin dinamikası getdikcə artır. Ana əsas anlayışa gəldikdə biz onu qəbul etməliyik ki, ixrac sıçrayışı bir günün işi deyil. Bu biz onun 4 əsas elementi üzərində eyni anda işləməyi hədəfləyirik. Bu keyfiyyətli məhsulun olması, bu həmin o məhsulun tanınması və yaxud brendin inkişaf etdirilməsi, müvafiq və etibarlı nəqliyyat bağlantısının, digər logistik elementlərin etibarlılığı və nəhayət qeyd etdiyim kimi əlçatan maliyyənin, çünki bu yalnız sərmayə mərhələsində deyil, həmçinin ticarət və ixracın həyata keçirilməsi mərhələsində də baş verir. Azərbaycanın ticarət balansı dayanıqlı olaraq profitsit göstərir. Başqa sözlə bizim dünya bazarlarına ixrac etdiyimiz məhsulun həcmi, dəyəri daha doğrusu bizim idxal etdiyimiz məhsulların dəyərini üstələyir. Bu da ölkəni kifayət qədər komfort vəziyyətdə, o cümlədən istər milli valyutanın məzənnəsindən tutmuş, qiymət sabitliyinə görə öz müsbət töhfəsini verə bilən amillərdir. Bölgəyə nəzər salsaq, biz bir çox ölkələrdə olan yüksək inflyasiya, yerli valyutanın dəyərsizləşdirilməsi kimi amillərin məhz profitsit deyil, defisitin olmasından olaraq görürük və bu nöqteyi nəzərdən ölkəmizin kifayət qədər möhkəm bünövrəsi var. Siz dəstək alətlərini sadaladınız. Yeni nə ola bilər ki, bu bizə belə deyək də əlavə bir məqsədə çatmaq üçün bir təkan versin? Varmı belə bir mexanizm? Biz bəzi alətlərimizi yaxın ki, çoxunu tam istifadə etməmişik, onlar müxtəlif mərhələlərdədir. Nümunə kimi deyək ki, biz ölkənin sənaye və müvafiq olaraq ixrac potensialının inkişafı üçün bilirsiniz ki, sənaye zonaları konseptindən istifadə edirik. Xüsusilə ixraca yönəlmiş və ixtisaslaşmış azad ələt ticarət zonamız mövcuddur və dövlət investisiyaları barədə danışarkən bu onun hər iki məhsul bunun bir nümunəsidir. Lakin dövlət sərmayələri yalnız birbaşa iqtisadi effekt yaradan sahələrə yönəlmir. Bura həm sosial infrastruktur, həm təhlükəsizlik sahəsində və yaxud böyük qayıdış üçün zəruri olan sərmayələrin yol tikintisindən tutmuş qayıdan vətəndaşlarımızın yaşayan mənzillərə qədər. Lakin əgər biz ixracı təşviq edən, sənaye inkişafını təşviq edən elementlərə dönsək, bu hər iki mövcud olan zonalarımız, sənaye zonaları və azad ticarət zonası, bunlar daimi alət kimi biz görürük və onların iqtisadiyyata verimliliyinin artırılması üzərində işləyirik. Bu da investorların cəlb edilməsi vasitəsilə həyata keçirilir. Bundan əlavə olaraq, təbii olaraq dövlət çalışır ki, dəyişən dinamikaya cavab olaraq yeni alətləri əlavə eləsin. Biraz öncə biz, məsəl üçün, maliyyə əlçatanlığı barədə danışdıq, bank kreditlərinə toxunduq. Hal-hazırda bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizmini başlamaq üzərindəyik. Daha doğrusu buna yaqın ki, mən deməliyəm, genişləndirmək. Çünki bu bizim üçün yeni alət deyil. İlk dəfə olaraq biz bunu geniş şəkildə COVID pandemiyası dövründə istifadə etdik və bu öz nəticələrini verir və bugün də biz yenə də bu alətin genişlənməsinə dönmüşük. Onu yalnız indiyənə qədər olan işğaldan azad olunmuş ərazilərdə və ya seçilmiş sahələrə tətbiqi deyil, daha geniş tətbiqinə xidmət etməsini istəyirik. İkinci qeyd etmək istədiyim məsələ logistika və nəqliyyat xərclərinin qarşılanmasına və yaxud azalmasına, sabitləşməsinə yönəlmiş tədbirlərdir. Onlara baxırıq fəal şəkildə. Üçüncü və hal-hazırda müvafiq diskussiyalarda olan, ona dair hələ ki qərar qəbul edilməyibdir, lakin ümid edirik ki, bu uğurla başa çatacaq. Vergi ödəyicilərimizin, yəni bütün müəssisələrin əlavə dəyər vergi
hesabları var. Bilirsiniz ki, bizim ölkəmizdə müvafiq qanun verici mexanizminə əsasən əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin o hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər üçün istifadə imkanını nəzərdən keçiririk, xüsusilə sosial sığorta üzrə ödənişlərin və bu alətlər tətbiq olunduğu halda təbii olaraq sahibkarın əlində olan maliyyə vəsaitinin ehtiyacının azaldır və yaxud əksinə imkanlarını genişləndirir. Bu onu daha fəal şəkildə biznesin böyüməsinə yönəldə bilir. Mövcud və uğurla istifadə olunan digər alət investisiya təşviqi mexanizmləridir. Burada dövlət tərəfindən müəyyənləşdirilmiş prioritet sahələrdə sərmayə qoyuluşu həyata keçirildiyi halda və təqdirdə bir sıra vergi güzəştləri verilir. Gömrük idxal güzəştləri, həmçinin bilirsiniz ki, bir sıra ərazilərimizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında müxtəlif və geniş vergilərdən azad olma paketi tətbiq edilir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Biznes İnkişaf Fondunun xətti ilə istifadə olan alətlərimizdən biri sahibkarlarla həm güzəştli kreditlərin tətbiqidir. Təbii olaraq biz onu bazarın tələbatı olan həcmdə təmin edə bilmirik, amma kifayət qədər yüksək rəqəmdir. İldə 200 milyon manatdan çox bu şəkildə kreditlər verilir. Onlar daha çox böyük layihələrə deyil, daha çox kiçik və orta sahibkarlara təqdim edilir. Həmçində böyük layihələrə gəldikdə isə sərmayəçi qismində dövlət minoritar payçı kimi öz kapital riskini qəbul etməklə bu alətdən də biz fəal istifadə edirik. Xüsusilə qeyri-neft sektoru barədə danışırıqsa, bir sıra layihələrin qısa müddətdə və orta müddətdə bizim ixrac potensialımızın artırılmasına töhfə verən layihələri arasında mən Daşkəsən Dəmir Filiz zavodunun inşasını qeyd etmək istərdim. Bu kifayət qədər böyük sərmayədir. 2 milyard manat civarında qiymətləndirilən bir layihədir. Bu dağ mədən sahəsində davam ediriksə, bu işğaldan azad olunmuş ərazilərimizdə zod yatağının işlənilməsi ilə həyata keçirilən layihədir. Alüminium istehsalının mövcud səviyyədən 2 dəfə həcminin artırılmasına yönəldilmiş bir layihəni nümunə kimi qeyd etmək istərdim və digər layihələrin fəal fazada olmasını qeyd etmək mümkündür. Bir element burada yaşıl enerji ilə birbaşa olaraq bağlıdır. Bilirsiniz ki, ölkəmizdə enerji keçidi hesab edirəm ki, kifayət qədər uğurla baş verir. Belə ki, artıq fəaliyyətdə olan və xarici investorlarla birlikdə, yəni onların sərmayələri hesabına, o cümlədən inşa edilmiş artıq 2 böyük enerji stansiyası mövcuddur. Bu Mazdar şirkət tərəfindən Günəş və Aqua Power tərəfindən 230 və 240 meqavat gücü olan külək enerjisidir. Hal-hazırda da işğaldan azad olunmuş ərazilərdə Şəfəq layihəsinin BP, SOCAR və digər sərmayəçilərin iştirakı ilə həyata keçirilən bir layihədir. Bu, ölkə daxili enerji təchizatına töhfə verməklə yanaşı, həmçinin ölkədə indiyənə qədər bunun üçün istifadə olunan təbii qazın elektrik enerjisinə emalın həcmini azaldır və yenə də ölkənin dolayısı yolla ixrac imkanlarını genişləndirir. Onu da qeyd eləmək istəyirəm ki, biz gələcəkdə Azərbaycanı yalnız enerji istehsalçısı kimi deyil, həmçinin bir enerji hub'ı, yəni enerji qovşağı, yalnız söhbət burada yaşıl enerjidən getmir, ənənəvi enerji növlərindən də neft-qaz infrastrukturu daxil olmaqla növlərdən də, yəni nəinki görürük, bugün artıq bu istiqamətdə real layihələr həyata keçirilir. Hazırda neft hasilatı azalır. Düzdür, bəzi geosiyasi proseslər təsir nəticəsində qiymətlər yüksəlir. Amma ehtimal edilir ki, bu artım müvəqqətidir, keçicidir. Və bu sektorun, bu sahənin ümumilikdə Azərbaycan üçün əhəmiyyəti böyükdür sözsüz ki, ona görə hamıya maraqlıdır. Neft-qaz sektorunun perspektivlərini nədən ibarətdir?
Təşəkkür edirəm. Həqiqətən vacib sualdır. Çünki ilk növbədə neft-qaz sektoru bu gün də həm bizim iqtisadiyyatımızda çox böyük rola malikdir. Mən qeyd etdim, 30% daxili məhsulun bu çox böyük bir göstəricidir. Digər tərəfdən ölkənin gəlirlərində böyük rol oynayır. Bu sırf iqtisadi nöqteyi nəzərdən, amma digər tərəfdən də aydındır ki, uzun 10 illiklər bu sahənin hər hansı bir real alternativi yoxdur. Öz iqtisadi siyasətimizi qurduqda yəqin ki, biz buna bu şəkildə yanaşmalıyıq ki, biz neft-qaz sektorunun önəmini tanıyaraq öz inkişafımızı neft-qaz sektorunda istehsal olunan məhsulun qiyməti xarici bazarlarda, dünya bazarlarında yuxarı ya aşağı olar yanaşmasına deyil, daha çox dayanıqlığın təmin edilməsində görməliyik. Öz neft ehtiyatlarımıza və neft-qaz sahəsində olan proseslərə gəldikdə biz hasilatımızın pikini 16 il bundan əvvəl keçmişik. Bu 2010-cu ildə olubdur və 51 milyon tona yaxın ölkədə neft hasil olunubdur. Müqayisə üçün 2025-ci ildə bu göstərici 27,7 milyon ton təşkil edibdir. Bəli, o dövrlə müqayisədə təbii qazın hasilatı əhəmiyyətli dərəcədə artıbdır. Əgər biz dəyər ifadəsi ilə ifadə eləsək, bu bir-birini əvəzləyən amillər deyil. Və yeni şəraitdə mən iki hissəyə bölərdim bizim bu sahədə olan strategiyamızı. Biri ondan ibarətdir ki, Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var. Bizim yeni layihələrimiz də işə salınacaq. Mövcud olan layihələrin, əgər belə demək olarsa, davamlı fəaliyyəti də təmin olunacaqdır. İstər Azərçıraq, Günəşli yatağımızdan qaz hasilatının başlanılması, Abşeron layihəsinin tam miqyasda işlənilməsi, Babək kimi yatağımızda hasilatın başlanılması, Ümid yatağında ikinci fazanın işlənilməsi, Bahar və Qum Dəniz kimi layihələrimizdə olan zəngin resurslar, həmçinin Qarabağ layihələri üzrə işlər davam etdirilir. Bu bir tərəfdəndir və ona görə ölkəmiz hələ uzun illər və 10 illiklər neft-qaz istehsalçısı və ixracatçısı olacaqdır. Digər tərəfdən, bəli, onu da qeyd eləmək istəyirəm ki, biz onu da unutmamalıyıq ki, indiyənə qədər biz ölkəmizdə neft-qaz hasilatını ənənəvi üsulla həyata keçiririk və bu son 10 illikdə bu sahədə baş verən qeyri-ənənəvi hasilat növlərini bugünkü günə tətbiq etməmişik, amma o öyrənilməkdədir və ölkəmizin ərazisində bununla bağlı olan resurslar var. Bir sıra şirkətlərlə, SOCAR şirkəti ilə, bir sıra xarici tərəfdaşlarla bu istiqamətdə hətta müxtəlif sazişlər, anlaşma memorandumları və çərçivə sazişləri bağlanılıbdır. Amma mən bu hissəni bir də vurğulamaq istəyirəm ki, iqtisadiyyatımızın planlaşdırılmasında, gəlirlərimizin planlaşdırılmasında biz buna bir bonus kimi baxmalıyıq. Bu olmasa da bizim ana xəttimiz şaxələndirilmiş iqtisadiyyatın bir çox sektorlarda rəqabətli məhsul istehsal edə bilən iqtisadiyyatı biz qurmalıyıq. Ona gəlin bir bonus kimi baxaq və olmasa da biz hədəflərimizə nail olacağıq. İkinci hissə isə ondan ibarətdir ki, təbii olaraq biz ölkəmizin bu sahədə olan əsrlərlə artıq ənənələrini, bilik və bacarıqlarını dünya bazarlarında, regional bazarlarda olan mövqelərimizi itirmək niyyətində deyilik və məhz ona görə siz son dövrlərdə bizim bu sahədə aparıcı şirkətimiz olan SOCAR şirkətinin fəaliyyətinin xarici bazarlara genişləndirilməsini, daha aktiv və fəal həyata keçirilməsini görürsünüz. 18 il bundan əvvəl əgər biz qayıtsaq, məsəl üçün qardaş Türkiyə dövlətinin enerji bazarına çıxışı və SOCAR-ın bugünkü gündə Türkiyədə ən böyük enerji sahəsində paya malik olan ən müasir neft emalı zavoduna, yeganə neft kimya emalı zavoduna, neft terminallarına, aparıcı, daha doğrusu nəqliyyat üçün istifadə olunan boru kəmərlərinə sahibliyi, bu həmin o uzun müddətli
strategiyanın başlanğıcıdır və bu gün onun təzahürüdür. Lakin bu gün artıq yalnız emal infrastrukturuna deyil, həmçinin hasilat üçün də SOCAR xarici bazarlarda və layihələrdə pay əldə edir. Birləşmiş Ərəb Əmirlikləri, Afrika qitəsinə ilk dəfədir ki, bu il SOCAR Côte d'Ivoire'da sərmayə yatırmaqla böyük bir yataqda İsraildə həyata keçirilən qaz hasilatı layihəsi və bu fəaliyyət bu mənada davam etdiriləcək. Çünki biz düşünürük ki, Azərbaycanda olan hasilat bazamız, bizim bilik və bacarıqlarımız ümumilikdə ölkəmizin beynəlxalq müstəvidə oynadığı rol, yəni gəlin unutmayaq ki, biz bugün dünyanın 16 ölkəsini təbii qazla təchiz edirik, onların enerji təhlükəsizliyinə töhfə veririk və xüsusilə indiki kimi yaşanılan həssas geosiyasi nöqteyi nəzərdən həssas dövrlərdə bu ölkəmizin oynadığı rolu daha da artırır. Yəni bu mənada biz bu fəaliyyəti xeyriyyəçilik kimi həyata keçirmirik. Dünənə qədər ölkəmizdə hasil olunan resursların ixracı hesabına qazandığımız vəsaitin azalan hissəsini strategiya kimi biz xarici bazarlarda fəaliyyət göstərərək sərmayə yatıraraq onun müqabilində ölkəmizə olan dividendləri 100% dövlətə məxsus olan şirkət kimi, yəni bu bir sahədir və bu bir istiqamətdir. Və bu sırada mən bir sıra layihələri sadalaya bilərəm. Onlardan vaxt olaraq ən yaxın müddətdə baş vermiş layihə İtaliya bazarında 35% paya malik olan 2 neft emalı zavodundan və bir neçə min yanacaq doldurma stansiyasından ibarət böyük bir şirkətin, İtalyan Petrol şirkətinin satın alınmasıdır. Bu fəaliyyət və bu istiqamət davam etdiriləcəkdir. Özbəkistan kimi qardaş ölkədə Özbək Nefti Qaz və BP şirkəti ilə birgə üst yurt yatağının işlənilməsinə dair sazişin imzalanmasıdır. Yəni bu fəaliyyətlər davamlıdır. Digər tərəfdənsə mən qeyd etdim ki, ölkəmizdə mövcud olan infrastrukturu, ilk növbədə nəqliyyat infrastrukturunu, neftin nəqli üçün istifadə olunan infrastrukturun daha fəal istifadəsini nəzərə alaraq ki, Azərbaycanın yerləşdiyi region, yəni Xəzər hövzəsində neft və qaz yataqları yalnız bizdə deyil, həmçinin bizim qonşularımızdadır və burada da bizim kifayət qədər münbit imkanlarımız var, əməkdaşlığımız var. Bugün istər Türkmənistan, istər Qazaxıstan kimi dövlətlərdə hasil olunan neft həcmləri ölkəmizə malik olan infrastruktur vasitəsilə nəql edilir, xarici bazarlara çıxarılır və təbii olaraq bu həm orta dəhlizin vacib bir elementidir, enerji infrastruktur bağlantısını təmin edən, həm donanmamızın, həm portlarımızın, amma həmçində təbii olaraq nəqliyyat infrastrukturumuzun. Ona görə neft-qaz sahəmizin gələcəyi biz nikbin görürük. Sadəcə olaraq sahənin özü düşünürəm ki, biz daha çox artıq ona neft-qaz deyil, enerji. Çünki insanların, şirkətlərin, müəssisələrin enerjinin, belə demək olarsa, istehlak etdiyi formalar dəyişir və biz də buna hazır olmalıyıq. Bir müddət bundan öncə ölkəmizdə bu sahədə yəqin ki, ən böyük son illərdə sərmayə olan yeni neft emalı zavodunun qurulması və tikintisi barədə müvafiq qərar razılaşdırılıbdır, qəbul olunubdur və bu nöqteyi nəzərdən biz təxminən 5-6 il ərzində bu layihənin başa çatdırılmasını gözləyirik. Bu tam müasir, artıq belə demək olarsa bugünkü günün, o cümlədən söhbət yalnız sənaye ya ekoloji deyil, biznes model gözü ilə bugünkü günün tələblərinə cavab verən bir neft emalı zavod olacaqdır və maye məhsullarla yanaşı neft kimya məhsullarının yeni nəsli təmsil edən bir zavod olacaqdır. Hal-hazırda müvafiq hökumət komissiyasının əlaqələndirilməsi ilə bu layihənin SOCAR şirkəti tərəfindən dövlətin dəstəyi ilə həyata keçirilməsi başlayıbdır.
Mükəmmel. Son dövrlərdə ən tez-tez eşitdiyimiz sözlər bir rəqəmsallaşmadır, bir də ki, süni intellekt. Bütün dünyanın trendidir. Azərbaycan təbii ki, bundan geri qalmır. Rəqəmsallaşma və süni intellekt dövlət, iqtisadiyyat və sahibkarlar qarşısında hansı yeni imkanlar açır və eləcə də çağırışlar yaradır. İnsan kapitalı, insan resursları ilə bağlı burada Azərbaycan dövlətinin baxışı nədən ibarətdir? Qeyd etdiyim kimi rəqəmsallaşma artıq iqtisadiyyatın bir sektorundan ümumi iqtisadiyyatın və iqtisadi aktorların belə demək olarsa savadlıq elementinə çevrilir və zəruri bir elementdir. Biz istənilən sahədə uğurla fəaliyyət göstərən lider şirkətləri daxili, regional, dünya bazarında götürə bilərik. Enerji barədə danışırdıq, nəqliyyat barədə danışırıq, sənaye istehsalı, kənd təsərrüfatı. Yəni biz elə bir lider şirkət tapa bilmərik ki, hansı ki öz liderlik mövqeyini təmin etmək üçün rəqəmsallaşma və o cümlədən süni intellekt alətlərindən istifadə etməyibdir. Yəni baxışın kökündə məhz bu durmalıdır ki, bizim iqtisadi aktorlarımızın, sadə dillə desək, müəssisələrimizin, sahibkarlarımızın gündəlik fəaliyyətində bu artıq baş verib, bu keçid təmin edilib, bu həyata keçirilir. Dövlət bunu tanıyaraq və müəyyən mənada öncədən görərək 2025-ci ilin dekabrında Azərbaycan Respublikasında müvafiq dövlət proqramı qəbul edilibdir. Rəqəmsal iqtisadiyyatının inkişafına dəstək proqramı. O proqram həqiqətən maraqlı proqramdır. Mən indi izninizlə onun detallarına getməyəcəm. Amma bir nümunəni vermək istərdim ki, məsəl üçün proqramda nəzərdə tutulan tədbirlərdən biri ondan ibarətdir ki, 26-cı il ərzində 15 seçilmiş müəssisə üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanır və həyata keçirilir. Bu nədir? Nəyə görə mən məhz bu tədbiri vurğulayıram? Hədəfləyirik artıq bazarda fəaliyyət göstərən uğurlu şirkətlərə müəyyən mənada onu göstərək ki, onlar rəqəmsal həllərin tətbiqi ilə hansı dərəcədə öz gəlirliyini, istehsal etdiyi məhsulun həcmini, həmin məhsul üçün çəkdiyi xərclərin azalmasını və bir sıra digər müsbət iqtisadi effektləri nədə görə bilərlər. Digər tərəfdən siz süni intellektə və data mərkəzlərinə toxundunuz. Bəli, Azərbaycan hədəfləyir ki, və bu əlaqələndirilmiş fəaliyyətdir. Bilirsiniz ki, möhtərəm cənab prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidentinin rəhbərliyi ilə ölkədə müvafiq rəqəmsal inkişaf şurası yaradılıbdır və rəqəmsal inkişaf şurasının qarşısında duran bir sıra vəzifələr müəyyən edilibdir. Data mərkəzlərinin o cümlədən süni intellektin tətbiqi üçün hazır olan data mərkəzlərin inkişafı hal-hazırda üzərində işlədiyimiz prioritet layihələrdən və sahələrdəndir. Azərbaycan bir tərəfdən hədəfləyir ki, öz daxili ehtiyaclarının ödənilməsi üçün və burada söhbət yalnız iqtisadiyyatla məhdudlaşmır, vətəndaşlarımıza verilən bir çox xidmətlərin bugünkü gün özündə də data mərkəzlərində olan ehtiyacı artırır və bu sahə çox sürətlə inkişaf etdiyinə görə düşünürük ki, əminliklə deyə bilərik ki, ildən ilə, aydan aya bu növ imkanlar və digər tərəfdən ehtiyaclar artacaqdır. Lakin Azərbaycanın imkanı var ki, həm qeyd etdiyim sabit investisiya mühitinə görə əlçatan və münbit qiymətlərlə enerji təchizatına görə, çünki data mərkəzlərinin xərclərinin böyük hissəsi əməliyyat xərclərinin məhz enerji təşkil edir və nəhayət bağlantılarına görə telekommunikasiya sahəsində olan bağlantıları nəzərdə tuturuq. Ölkəmizin həmin xidmətlərin ixracatçısı kimi də çıxış etmək və digər qonşuluqda olan yerləşən ölkələrə həmin xidmətlərin təqdim edilməsi düşünürəm ki, bu gələcək illərdə ən sürətlə inkişaf etdiyimiz olan sahələrdən biri olacaqdır. Möhtərəm cənab prezidentin həm 2026-cı ilin yanvarında Davos İqtisadi Forumunda, həm 2026-cı ilin fevralında Münxen Təhlükəsizlik Konfransında
keçirdiyi bəzi görüşlərin məntiqi nəticəsi kimi mən öncədən hansısa böyük anonslar vermək istəməzdim, amma onu bildirmək istərdim ki, bu ilin əvvəlindən sürətləndirilmiş və yekun mərhələdə olan işlərin nəticəsində biz gözləyirik ki, yaxın aylarda tanınmış, bəlkə məşhur sözündə istifadə eləmək olar, texnoloji tərəfdaşlarla yeni data mərkəzlərin, o cümlədən süni intellektin tətbiqini nəzərdə tutan data mərkəzlərin elanı, anonsu olacaqdır. Superkompüter infrastrukturunun inkişafı və ondan istifadəsi uğurla həyata keçirilir. Biz bugün İqtisadiyyat Nazirliyində olan superkompüterdən istifadə edən görürük ki, aidiyyatı dövlət qurumlarımızın, özəl sektordan gələn sorğu, tələbat artıq bugün olan texnik imkanlardan çoxdur. Bu çox yaxşı xəbərdir. Bu onu göstərir ki, bizim iqtisadiyyatda, bizim elm və təhsil sistemində, bizim dövlət idarəçiliyimizdə, bizim tibb xidmətlərin göstərilməsində, vergi və gömrük fəaliyyətinin tənzimlənməsində və bir sıra digər sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi böyük sürətlə artır. Bu məsələnin isə son və yəqin ki, ən vacib zənciri yenə də insan kapitalı ilə bağlıdır. Çünki rəqəmsal transformasiya və ümumilikdə bu yeni sahənin süni intellektə əsaslanan tətbiqlərin hazırlanması, mövcud olan bizneslarda dəyərin artırılması və ya yeni bizneslərin yaradılması elm təhsil sistemimizlə, universitetlərimizlə, o cümlədən xarici tərəfdaş universitetlərlə əməkdaşlığın dərinləşməsini şərtləndirir. Mükəmməl, iqtisadiyyatın rəqəmsal əsaslara keçməsi Azərbaycan dövləti üçün kölgə iqtisadiyyatı ilə mübarizə də demək idi. Mənim yadımda bir neçə il əvvəl təşəbbüslər var idi. Nəyə nail olduq və indi vəziyyət necədir və yeni planlar varmı? Bəli, kölgə iqtisadiyyatı ilə mübarizədə biz rəqəmsal həllərdən istifadə edirik və düşünürəm ki, istifadə edəcəyik. Bu həqiqətən belədir, xüsusilə analitika segmentində pozuntuların erkən müəyyənləşdirilməsində, onların qarşısına alınmasında, data əsaslı təhlillərin həyata keçirilməsində nəticələri burada yəqin ki, ən doğrusu və ən düzgünü ölçmək meyarı düşünürəm ki, əgər biz fiskal yığımlardan danışırıqsa, bu vergi və gömrük yığımlarının dinamikasında görürük, müşahidə edirik. Digər tərəfdənsə biz kölgə iqtisadiyyatını danışarkən xatırlayarsınız ki, biz çox hədəfləyirdik, xüsusilə kölgədə fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqavilələrinin sosial müdafiə sistemindən kənar olması və gələcəkdə bu həm onlar üçün pensiya yaşına çatdıqda, həm dövlət üçün vətəndaşın hüquqlarını müdafiə etmək nöqteyi nəzərindən burada yəqin ki, ən böyük nəticə verən layihə 7 il ərzində 2019-cu ildən 2025-ci il daxil olmaqla həyata keçirilən qeyri-neft, qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad olma mexanizmi idi. Bizim gözləntilərimizdən daha üstün nəticə verdi. Belə ki, 7 il ərzində ölkədə orta hesabla hər il yaradılan iş yerlərin sayı 70 mindən iş yerləri dedikdə bağlanılan əmək müqavilələri biz nəzərdə tuturuq, daimi əmək müqavilələri biz nəzərdə tuturuq. 70 mindən çox oldu. Təbii olaraq burada iqtisadi artımın da bizim üçün çox çətindir. Dəqiqliklə demək ki, bu 70 min orta hesabla yaxud 7 il ərzində 500 minə yaxın müqavilənin hansı hissəsi iqtisadi artım və inkişaf hesabınadır, hansı hissəsi kölgədən çıxma, lakin aydındır ki, çox böyük bir hissəsi onun hesabına təmin edilibdir. Eyni dövrdə vergi daxil olmalarının da, sosial sığorta ödənişlərinin də kəskin artımı müşahidə edilibdir və paralel olaraq ölkədə orta əmək haqqının da artımı baş veribdir. Kölgə iqtisadiyyatı barədə danışarkən yəqin ki, mən bu şəkildə formalaşdırardım ki, ənənəvi iqtisadi fəaliyyət sahələrində kölgə iqtisadiyyatının həcmini biz hesab edirik ki, kifayət qədər azalıbdır.
Lakin bu problem sona qədər həll olunmayıbdır və bəli rəqəmsal həllər bu sahədə dövlətin tənzimləmə və inzibatçılıq alətləri ilə yanaşı istifadə etdiyimiz alətlərdən biri olacaqdır. Nümunə olaraq elektron qaymə, elektron vergi, elektron imza, Dost Asan xidmətləri, MyGov platforması, yəni bugün bunlar sadəcə rahatlıq alətləri deyil, bunlar o cümlədən kölgə əməliyyatları, inzibatçılığın müəyyən mənada süzgəcidir. Ola bilsin ki, biz bəzi hallarda alətdən istifadə edirik, amma onun ikinci, üçüncü istifadə funksiyası nədən ibarətdir, ona kifayət qədər nəzər salmırıq. Bu ilin 4 ay ərzində makroiqtisadi göstəricilər haqqında qeyd etdiniz. Bəs bu il üzrə gözləntilər nədir? Hal-hazırda cari ilin 4 ayı üzrə rəqəmlərimiz, məlumatlarımız bizə bəllidir. Bu adi il deyil. Mən nəzərdə tuturam ki, ilin sonuna qədər xüsusilə enerji bazarlarında buradan təsirlənən gübrə, metallar, yəni bunlar hamısı Azərbaycanın istehsal və ixrac etdiyi məhsullardır. Amma digər tərəfdən burada kənd təsərrüfatı sahəsində də istehsal olunan məhsulların ilin sonuna qədər dinamikasını öncədən bilmək çox çətin olar. Ona görə ki, məlum səbəblərə görə, yəni Körfəzdə olan böhrana görə bu yalnız neftin, qazın qiymətinə və yaxud bazarlarda çıxarılmasına deyil, bu həmçinin deyək ki, gübrənin həm qiymətinə, həm həcminə təsir eləyir və o nöqteyi nəzərdən ilin sonuna qədər proqnozun verilməsi biraz çətin olar. Düşünürəm ki, inflyasiya gözləntiləri təsirlər ola bilər və söhbət burada Azərbaycan daxili ölkə inflyasiyasından deyil. Mən bugün deyək ki, dolların inflyasiyasına əsasən işarə edirəm. Bizim rəqəmlərə gəldikdə, bizim mövcud vəziyyətə gəldikdə ilin 4 ayında biz müşahidə edirik ki, artım templarının nisbətən aşağı olması, bizim gözləntilərimizdən aşağı olması, onun səbəbi əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtının dəyişdirilməsidir. İcra olunmalı olan bir sıra dövlət investisiyalarından qaynaqlanan fəaliyyət, tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcəkdir. Ona görə biz ilin 4 ayında gördüyümüz dinamik ondan ibarətdir ki, bir sektorda kəskin azalmanı görürük, bu tikinti sektorudur və yenə də vurğulamaq istəyirəm ki, bu daha çox özəl tikintinin azalmasından daha çox dövlət tərəfindən. Yəni başqa sözlə biz bu prosesi anlayırıq, bunun səbəbləri nədən ibarətdir və bunu aradan qaldırmaq üçün hansı tədbirlər həyata keçirilməlidir və yenə də bu birgə fəaliyyətimizin aidiyyəti qurumlarla, maliyyə iqtisadi blokunda fəaliyyət göstərən qurumlarla aidiyyəti fəaliyyətimiz ondan ibarətdir. Bütün digər sektorlarda biz artım müşahidə edirik. Qeyri-neft qaz sektorlarında, neft-qaz sektorunda azalma qeydə alınıbdır ilk 4 ayda. Qeyri-neft sektoruna gəldikdə ümumiyyətlə onu vurğulamaq istəyirəm ki, qeyri-neft qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilibdir. Yəni bunu biz 2025-ci ildə də gördük. Daha uzun dövrü götürsək 21-25-ci illərdə orta illik artımı 6% təşkil etdi. 2022-25-ci illərdə 5,7% təşkil etdi artım qeyri-neft qaz sektorunda. Biz bunu nə ilə müqayisə edirik? İki elementlə. Bir, dünyada iqtisadi artım tempları ilə bu 2,9% təşkil edibdir dünyada. İnkişaf etməkdə olan ölkələrlə müqayisə etdikdə 3,8% təşkil edibdir. Yuxarı orta gəlirli ölkələrdə isə həmin dövrdə 3,9% təşkil edibdir. Yəni biz bunu 5% artımımızla, 5,7% artımımızla müqayisə etdikdə, yəni bu mənada biz deyirik ki, qeyri-neft qaz sektorunda ümumi orta artım tempları qənaətbəxşdir, bizi qane edir. Lakin hansı sektorlarda, aparıcı sektorlar hansıdır artım tempına görə biz bu il qeyri-neft qaz sənayedə artım templarını qeyd edə bilərik. İnformasiya və rabitədə 9%-ə yaxın ilk 4 ayda artım görürük. Qeyri-neft qaz sənayesində 7,8% görürük.
nəqliyyatda 4,5% artım, ticarət 3,7%. Yəni bu kifayət qədər sağlam artım templarıdır. İlin sonuna qədər biz fokuslaşacağıq ki, bildiyimiz səbəblərin aradan qaldırılması üçün, xüsusilə tikinti sektorunda fəaliyyətin canlandırılması üçün həm dövlət, həm özəl sektorda hədəflənir. Turizm sektorunda təsirsiz ötüşməyib böhranın nəticələri və yəqin ki, bunu obyektiv nəticə kimi qəbul eləməliyik ki, o sektorda artım templarının yavaşlaması var. Bunu kifayət qədər çətindir proqnozlaşdırmaq. Yəqin ki, bu daha çox bölgədə olan vəziyyətdən asılı olacaq, nəinki ölkəmizdə. Lakin digər sahələrdə bizim artım templarının sürətləndirilməsi üçün hədəfləyirik və ciddi maneə görmürük. Və burada mən yenə xatırlatmaq istərdim ki, qeyri-neft qaz ixracın sürətlə artırılmasının davam etdirilməsini, hansı ki, ilin 4 ayında 17%-dan yuxarı artım tempi biz görürük. Biz bunu müsbət hal kimi qiymətləndiririk. O da sir deyil ki, siz qeyd etdiyiniz son 3 aya yaxın olan neft-qaz yüksək qiymətləri öz müsbət təsirini verəcək. Lakin biz bunu daha çox, bizdə bəzi hallarda gəlirlərlə artım templarını biz eyniləşdiririk. Müəyyən əlaqə var, amma heç də hər bir halda bu belə deyil. Azərbaycanın son 10 illiklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlarımıza yönəldirik. Ehtiyatlarımızı öz növbəsində sabitliyin təmin edilməsini, makroiqtisadi, makrofiskal sabitliyin, neft fondu, Mərkəzi Bank rezervləri və şoklardan qorunmaq. Bunun çox gözəl nümunəsi işğaldan azad olunmuş ərazilərdir. İşğaldan azad olunmuş ərazilər dövlət büdcəsində tamamilə yeni həcm olaraq böyük bir sərmayə istiqaməti, xərc istiqaməti, əgər belə demək olarsa, sadəcə olaraq biz iqtisadi gözlə onu xərc deyil, biz onu investisiya hesab edirik. Çünki o uzun müddətdə olsa da, amma öz geri dönümünü vətəndaşlarımız qayıdarkən, iqtisadi fəallıq həyata keçirilərkən, bərpa olunarkən öz töhfəsini verəcək. Lakin bizim həmin o ehtiyatlarımız olmasaydı, biz asanlıqla gecikmədən dövlət büdcəsində o əlavə milyardların müəyyənləşdirilməsi mənbəyini konkret halda dövlət neft fondundan digər ehtiyatlardan təmin edilməsini edə bilməzdik. Mükəmməl, belə gəlin bunun sizin fikrinizin davamı olaraq. Qarabağ və Şərqi Zəngəzurun hazırda Azərbaycanın iqtisadi həyatına geri qaytarılması prosesi baş verir. Nə qazandıracaq bu bizim iqtisadiyyata? Bu yaxşı sualdır. Yəni sualın qoyuluşu forması. Çünki mən bunu sizə səmimi etiraf eləməliyəm ki, mən sizin sualınızı cavablandıracağam, amma əvvəlcə verin, mən öz versiyamı söyləyim. Çünki mən düşünmürəm ki, bizim üçün bu qayıdış iqtisadi məqsədlər daşıyırdı. Bu qayıdış və bu sərmayələrin həyata keçirilməsi, əgər belə demək olarsa, bu bizim sözün ən yaxşı mənasında milli ideyamız idi. Biz bu gün üçün, bu hədəf üçün, bu fəaliyyət üçün mənim fikrimcə dövlət kimi yaşayırdıq və möhtərəm cənab prezidentin həyata keçirdiyi siyasətin nəticəsində bizim zəfərli ordumuzun və xalqımızın nailiyyəti nəticəsində biz buna nail olmuşuq. Biz iqtisadi blok kimi yəqin ki, sualı o şəkildə qoyuruq ki, biz hansı şəkildə və hansı ardıcıllıqla bu sərmayəni, bu bərpa prosesini, rekonstruksiya prosesini həyata keçirməliyik ki, o mümkün optimal iqtisadi nəticə versin. Çünki biz buna yenə sırf iqtisadi modellə yanaşsaq ki, biz ora qoyulan hər bir qəpiyin növbəti 5, 7, 12 ildə dövlət büdcəsinə geri ödənişini təmin edə biləcəyik. Yəni, məncə bu biraz fərqli bir məsələdir. Lakin qayıdışın ilk növbədə və əsas şərti iqtisadi dayanıqlıqdır. İqtisadi dayanıqlıqda dedikdə qayıdan vətəndaşımızın iş yerinin və ya iqtisadi fəallığının, deyək ki, əgər bu
kəndlidirsə, fermerdirsə öz təmin edilməsindən ibarətdir. Çünki bu dayanıqlığı dönməz etməlidir. Bu məqsədə çatmaq üçün hansı alətlərdən istifadə etdik? İlk növbədə iqtisadi rayonlar çərçivəsində olan hər bir rayonumuzun iqtisadi ixtisaslaşmasını çalışdıq ortaya qoyaq. Kəlbəcər üçün bir, Laçın üçün bir, Cəbrayıl üçün başqa, Ağdam üçün daha fərqlisə. Bunun nəticəsində siz görürsünüz ki, 2 sənaye parkı yaradıldı. Ağdamda yaradılan sənaye parkı məhz həmin o bölgənin sənaye potensialının inkişaf etdirilməsini əsas tutduğumuzu göstərir. Araz vadisi sənaye parkı daha çox nəqliyyat, logistika və Zəngəzur dəhlizinin fəaliyyətindən irəli gələn iqtisadi fəaliyyəti əhatə etmək, xidmət etmək nəzərdə tutur. Səmimi söyləyim ki, Ağdam sənaye parkında olan rezidentlərin sayına görə, artıq fəaliyyət göstərən müəssisələrin sayına görə gözləntilərimizdən aşağı deyil, üstündür. Bugünkü gündə Ağdam sənaye parkında 31 sahibkarlıq subyekti rezidentlik, 5 nəsə qeyri-rezidentlik statusu verilibdir. 13 müəssisə bugün fəaliyyət göstərir. Araz vadisi iqtisadi zonaya gəldikdə isə 20 rezident və 3 qeyri-rezident var. Biz nə ilə bunu müqayisə edirik? Biz müqayisə edirik ki, Sumqayıt sənaye parkından sonra hansı ki, ən qocaman və nəhəng parkımızdır. Ağdam rezidentlərin sayına görə ikincidir. İkinci mövzu böyük istiqamət onunla bağlıdır ki, biz şuurlu şəkildə işğaldan azad olunmuş ərazilərdə infrastruktur təminatını möhtərəm cənab prezident ehtiyac yarandıqca deyil, öncədən yol açmaq prinsipi ilə gedib dövlət və bugün yəni ora səfər edən hər birimiz görürük ki, yəni enerji təchizatı təminatı olsun, yol infrastrukturu olsun, sosial infrastrukturun vətəndaşlarımızın qayıdan yerdə olsun. Bunun prinsip etibarilə fəaliyyətin uzun müddətli sərmayədir və həqiqətən də bunun bu mənada iqtisadi effekti olacaq. Üçüncü vurğulamaq istədiyim məsələ dağ mədən sənayesi ilə bağlıdır. Biz inanırıq ki, o ərazilərimizin çox böyük bu mənada potensialı var. Məsəl üçün Şahbulaqda daş karxanasıdır, dövlət yarlı əhəngdaşı yatağıdır, Xocalıda üzük daşı yataqlarının istismarın başlanılması bir nümunədir. Ağdərədə olan və işğal dövrü zamanı qeyri-qanuni istismarda olan Dəmirli filiz emal kompleksinin fəaliyyətə başlanılmasını mən Zod barədə deyək ki, indi qeyd etdiyim Qubadlı və Laçında əhəngdaşı yataqlarının istismarı başlanılır hal-hazırda. Yəni bu mənada biz növbəti illərdə də kifayət qədər böyük dağ mədən sənayesində olan mineralların istehsalı ilə bağlı olan layihələri görəcəyik. Kənd təsərrüfatı sahəsində xüsusilə həm heyvandarlıq, həm bağçılıq sahəsində intensiv bağların geniş vüsət almasını və kifayət qədər biz Yevlaxda istifadə etdiyimiz pilot aqropark modelini artıq qərarlaşıbdır ki, biz bunu işğaldan azad olunmuş ərazilərdə də həyata keçirəcəyik. Burada mən düşünürəm ki, bizim xidmət sektoru da nəzərdən qaçırılmamalıdır. Çünki hamımız hər zaman deyib düşündüyümüz turizmla yanaşı, mən işğaldan azad olunmuş ərazidə gələrkən əslində olaraq yeni model, yəni şəhər, universitet şəhər modelini Xankəndidə Qarabağ Universiteti layihəsi nümunəsində həyata keçirməyimiz mənim fikrimcə uzun müddətdə bizə böyük iqtisadi dividendlər də verəcək. Çünki bu yalnız o şəhərin canlanması, orada tələbə kontingentinin, müəllim professor kontingentinin yaradılması deyil, bu həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq ora gətirilməsidir və nəzərə alaraq ki, həm Qarabağ, həm Şərqi Zəngəzur ərazilərimizdən bizim hər zaman yaradıcılıqla bağlı olan tərəfimiz güclü olubdur. Düşünürəm ki, bugünkü iqtisadi modeli və yanaşmaları və xüsusilə Qarabağ Universitetində
təhsilin müxtəlif dillərdə həyata keçirilməsi, iqtisadi ekosistemlə mövcud olan bağlantısı bizə o bölgənin iqtisadi potensialına çox böyük töhfəsi olacaqdır. Növbəti mərhələdə biz böyük qayıdışa dair ikinci dövlət proqramı çərçivəsində güzəşt müddətlərinin uzadılmasını, həmin o mən bundan biraz öncə qeyd etdiyim vergi, gömrük, sosial ödənişlər, kommunal bağlantılar, o güzəştləri nəzərdə tuturam, yeni təşviq mexanizmlərinin tətbiqini, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmin o kredit faizlərinin subsidiyalaşdırılması və digər alətləri, geoloji tədqiqatların davam etdirilməsi və insan kapitalının gücləndirilməsinə əsas hədəflər kimi müəyyən edirik. İcazənizlə sizin vaxtınızı çox aldıq. Son sualı verim. Müsahibə gedişatında ən çox işlətdiyiniz terminlərdən, sözlərdən biri sahibkarlıq idi. Onun üçün gəlin mən son sualda sahibkarlıqdan verim. Hansı addımlar atılır dövlət tərəfindən sahibkarlığın inkişafı üçün? Nəticələr necədir? Hansı çətinliklər var və onları necə həll etmək, necə yoluna qoymaq fikirdəsiniz? Mənim üçün sahibkarlığın uğurun və yaxud uğursuzluğun əsas ölçmə meyarlarından biri özəl sektorun vergi ödənişləridir. Nəyə görə? Bu biraz hətta sahibkara qarşı biraz qeyri-dost bir məqam kimi səslənə bilər. Ona görə mən istəyərdim öz fikrimi çatdırım. Məsələ ondan ibarətdir ki, vergi bazası iqtisadi fəallıqdan irəli gəlir. Əgər mənfəət yoxdursa, iqtisadi fəallıq yoxdursa, vergi yaranmır. Və bizi sevindirən bu mənada amil ondan ibarətdir ki, özəl sektorun vergi ödənişləri və fəaliyyətin səmərəliyi özəl sektorda sahibkardır. Yəni bunlar arasında bərabərlik işarəsidir. Bunların həm artım sürəti, həm dövlət büdcəsinə ödədikləri dolayısıyla yolla sahibkarlığın inkişafının tempinin göstəricisidir. Bu deməkdirmi ki, sahibkarın problemi yoxdur və yaxud ki, bu templar yaratdığı iş yerləri. Dövlət o özəl sektorun yaradılması üçün pul xərcləməyibdir. Bu sahibkarın ehtiyacı olmasaydı iş yerinə, o iş yerinə yarada bilməz idi. Nə nazirin əmri ilə, nə xahişi ilə, nə üzr istəyirəm, göstərişi ilə. Ona görə həm dövlət dəstək alətlərinin müəyyənləşdirilməsində biz çalışırıq, diaqnostikadan başlayaq ki, sahibkar üçün hansı çətinlik var, biz hansı problemi həll etmək istəyirik, çünki problemdən asılı olaraq alət dəyişir. Ona görə biz vergi və gömrük güzəştləri istər Naxçıvanda, istər işğaldan azad olunmuş ərazilərdə, istər sənaye parklarında, istər kənd təsərrüfatı sektorunda bilirsiniz ki, geniş güzəştləri mövcuddur. Bu nəyə göstərir? Bu ona göstərir ki, biz istəyirik ki, sahibkarlar ya o fiziki ərazilərə getsin, o coğrafi ərazilərə, ya da ki, o fəaliyyət növlərinə. Yəni, ümumiyyətlə, iqtisadiyyatda pis fəaliyyət növü yoxdur əgər qanunidirsə. Ona görə mən indi nümunə gətirəcəm, mən onu mənfi mənada gətirmirəm. Amma ticarət sektoru ilə sənaye sektorunun fərqi var. Tikinti sektoru ilə sənaye sektorunun fərqi var. Çünki ticarətdə siz pul dövriyyəsini kifayət qədər qısa müddətdə həyata keçirirsiniz. Sənayədə siz sərmayə yatırmalısınız ki, heç olmasa ən yaxşı halda 7-8 ildən sonra qoyduğunuz pulu, sərmayəni qaytara biləsiniz. Yəni, bu mənada biz çalışırıq o fəaliyyət növlərini təşviq edək ki, hansı ki, uzun müddətdə həm ölkə iqtisadiyyatına danışdığımız məqsədlərə xidmət edir, amma eyni zamanda ki, bu sahibkarın bugün buna gücü çatsın. Ona görə güzəştli kreditlər və faiz subsidiyaları həmin o maliyyə əlçatanlığı məsələsindən irəli gəlir. Düşünürük ki, ehtiyacı var, veririk. Kreditlərə dövlət zəmanəti. Çünki girovla bir çox sahibkarların problemləri olur və deyirik ki, girovu olmayan sahibkarlara bankların əminliyini artırmaq üçün kreditlərə dövlət zəmanətini verək. İnvestisiya təşviqi sənədi yenə də layihələrin siyahıları, istiqamətlər müəyyənləşib ki, siz bu layihəyə sahədə pul qoyursunuzsa verəcəyik. Startaplarla bağlı olan şəhadətnamələrin yenə də onların da bəlli bir nəticəsi var. İkinci, onu qeyd eləmək istəyirəm ki, sahibkarlarla dialoq formatını bizim üçün çox zəruridir. Nəinki faydalıdır, o zəruridir. Və ona görə Nazirliyimizin aidiyyəti strukturları
həm kiçik orta bizneslə bağlı olan, həm ümumilikdə sahibkarlıq siyasəti ilə onu tanımaq lazımdır ki, böyük nəhəng beynəlxalq investorla kiçik və yaxud orta sahibkarın ehtiyacları bəziləri eynidir, amma bəziləri çox fərqlidir və o nöqteyi nəzərdən bunu hamısını əhatə etmək bir alətlə mümkün olmur. Mövcud çətinlikləri də biz açıq şəkildə qəbul etmək istəyirik. Mən artıq qeyd etdim, maliyyə çıxış məsələsi var. Dövlət tənzimlənməsinin bəzi yerlərdə və bəzi hallarda düşünürük ki, tələb olunandan çoxdur. Üçüncü blok, hansı ki, tez-tez rastlaşırıq, bir sıra sahələrdə dövlət strukturları və dövlət qurumları bazar iştirakçısı kimi çıxış edir və bu sahədə həm özəl sektor fəaliyyət göstərirsə, həm dövlət müəssisəsi fəaliyyət göstərirsə, burada şərtlərin bərabərliyin təmin olunması, rəqabət mühitinin təmin olunması kimi məsələ ortaya çıxır. Yenə də rəqəmlərə dönsək və deyək ki, mövcud ildə bu il biz nə görürük? Biz görürük ki, cari ilin 4 ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15%-dən biraz çox artıbdır. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1%-ə yüksəlib. Yəni bu nə deməkdir? Bu deməkdir ki, özəl kapital dövlət investisiyalarını bir tərəfdən üstələyir, digər tərəfdən əgər keçən illə müqayisədə 15% özəl sektordan gələn sərmayə artıbsa, deməli ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da ki, hər ikisi. Yəni bu nöqteyə nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik. Lakin bir də vurğulayım ki, mənim baxışım dövlət məmurunun baxışını əks etdirir. Bizə çox vacibdir ki, biz sahibkarlardan geri eşidək. Bununla bağlı yenə də müvafiq işçi qruplarımız mövcuddur. Onların baş nazirin, müavinin rəhbərliyi ilə fəaliyyət göstərir. Biz fəal iştirak edirik. Burada ona görə mediada da sahibkarların mövcud olan problemlərinin işıqlandırılması bizim üçün bir çox hallarda böyük fayda olur. Mükəmməl, həm öz adımdan, həm həmkarımın adından bu müsahibəyə görə sizə təşəkkür edirik. Siz sağ olun, Fəaliyyətinizə çox sağ olun. arzulayırıq. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram.